Ənəs radiyallahu anh deyir ki, nənəsi Muleykə bir gün Allah Resulü sallallahu aleyhi ve sellem yeməyə çağırır. Və yeməklərini yedikdən sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, qalxın sizə namaz qıldırın. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem öndə dayanır və deyir ki, mən və yetim uşaq arxada dayandıq. Allah Resulü sallallahu aleyhi ve sellem arxasında və nənəm isə arxamızda dayandı və 2 rükət namaz qıldıq. Və fikir verin, nənəsinin tək olmasına baxmayaraq ki, saf olan yerdə, əsl olan nədir? Saf olan yerdə, diqqətli olub, məsələ gələcək inşallah. Məsələn, safda yer varsa, arxada tək namaz qılmaq icazəli deyil. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, safın arxasında saf yoxdur. Yəni tək saf yoxdur. Və burada yer ola qadının arxada durması ona dəlalət edir ki, qadın əsl olan tək olsa belə kişinin arxasında dayanır. Və başqa hədisdə Abu Hureyra radiyallahu anh'ın rivayet etdiyi hədisdir, Müslimin hədisidir. Buyurur ki, xayru sufufir rical awwaluha və şerruha axiruha. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kişinin ən xeyirli safı ön safdır və ən şərlisi arxa safdır. Və xayru sufufin nisa axiruha və şerruha awwaluha. Və qadında isə əksidir. Qadınların ən xeyirli safı arxada olandır və ən şərlisi isə öndə olan. Və İbn Hüseyn rahimehullah bu hədisə görə deyir ki, bu ona dəlalət edir ki, qadın kişidən arxada dayanmalıdır. Qadın kişidən arxada dayanmalıdır.